Daş manqal üçün tikə və lülə eşya axtaranlar bu video sizin üçündür. Videonu sonucan izləyin. Daha əvvəl mağazamızda lülə işləri var idi. Bugündən artıq mağazamızda eyni formada tikə işləri də satışdadır. Tikə işlərimizin qalınlığı 4 millidir, eni 1 santimdir. Qulp hissəsi fıstıq ağacından hazırlanmışdır. Qulpa keçən hissəsi həm kley ilə, həm şurubu ilə bərkidilmişdir ki, bu da işi daha uzun ömürlü, daha möhkəm edir. Burada gördüyünüz isə necdaraqlıqdır. Bu da həmçinin mağazamızda satışdadır. Qalınlığı 1 santim, eni 8 santim, uzunluğu 1 metr olan necdaraqlığımızda 15 şiş tutumludur. Siz burada şişləri istədiyiniz formada çevirə, saxlaya bilərsiniz. Həm görünüş olaraq, həm də rahatçılıq olaraq çox idealdır. Şişlərimizin qulp hissələrinin rəngləri gördüyünüz kimi hər biri bir-birini tamamlayır. Şişlərimiz zavod istehsalıdır, əli kəsmir. Lülə və tikə şişlərimiz eyni keyfiyyətdə olan materiallarla hazırlanır. Yüksək keyfiyyətlidir. Manqalların iç hissəsi, kömür tökülən hissəsi çox vaxtı geniş olur. 46, 50, bəzən isə 52 santima qədər ola bilir. Gördüyünüz ölçü 52 santimdir. Bu ölçüdə belə bu şişlər kifayət qədər, yəni uzundur. Çox rahatlıqla daş manqallarda istifadə edə bilərsiniz. Bu şişlərdən əldə etmək üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz. Bakı və rayonlara kargo vasitəsilə çatdırılmamız mövcuddur. Sifarişlərinizi gözləyirik.